Bura 11 avqust tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi Naxçıvan Regional Dost Mərkəzidir. Dost artıq Naxçıvan sakinlərini də sosial xidmətlərlə təmin etməyə başlayıb. Bəs vətəndaşlar xidmətlərimiz barədə nə fikirləşir? Pensiya ilə əlaqədar sualım vardı, müraciət elədim. Məni hər ətraflı başa saldılar, çox razı qaldım, təşəkkür eləyirəm. Çoxdandır gözləyirik Dost Mərkəzini, yaxşı fəaliyyət göstərir. İş üçün Dost Mərkəzinə müraciət elədim. Burada məni çox səmimi qarşıladılar, müraciətimi qeydə aldılar, çox sağ olsunlar, ətraflı şəkildə məlumat verdilər mənə, xidmətlərindən çox razı qaldım. Ən əsası da başqa bir yerlərə getmədən bir məkanda müraciətimi rahat şəkildə edə bilirəm. Ümumilikdə 117 əməkdaş və 50 könüllünün xidmət göstərdiyi Naxçıvan Regional Dost Mərkəzində əhaliyə bir pəncərə prinsipi ilə 164 sosial xidmət göstərilir. Mərkəz pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda şəffaf və əlçatan şəkildə göstərilməsini təmin edir. Vətəndaşa xidmət göstərərkən ilk növbədə diqqətli və nəzakətli ünsiyyətə, vətəndaş müraciətlərini çevik və operativ dinləyib, suallarını cavablandırmaq və məmnunluğu qoruyaraq qanunvericilik çərçivəsində xidmət göstəririk. Həmçinin bütün vətəndaşlara ayrı-seçkilik etmədən bərabər şəkildə müraciətlərini dinləyib operativ həll edirik. Gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulan mərkəzdə əlilliyi olan şəxslərin tibbi sosial ekspertizası, onların fərdi ehtiyaclarına uyğun reabilitasiya vasitələri ilə təminatı, eyni zamanda reabilitasiya xidmətlərindən yararlanmaları üçün ixtisaslaşmış reabilitasiya müəssisələrinə göndərişlər də rəsmiləşdirilir. Mərkəzin direktor müavini, direktor vəzifəsini icra edən Şamil Əliyev qeyd edir ki, Naxçıvanda ötən həftə fəaliyyətə başlayan Regional Dost Mərkəzinə ilk günlərdə 200-dən çox müraciət daxil olub. Naxçıvan Regional Dost Mərkəzindən də xidmətlər daha operativ, daha şəffaf, əlçatan, məsuliyyətlilik prinsipi əsasında təşkil olunur. Digər dost mərkəzlərində olduğu kimi bizim əsas hədəfimiz vətəndaşları daha məmnun yola salmaq, daha məmnun xidmət göstərmək və dost mərkəzlərə olan etimadı yüksək tutmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi sosial xidmətlərdən qeydiyyat məhdudiyyəti olmadan ölkənin müxtəlif ərazilərində, hətta indi Naxçıvanda da yararlana bilərsiniz. Dostu uzaqda axtarmayın. Biz sizə indi daha yaxınıq.